hak yolundan dönmədiniz, yağılara inmədiniz, məşəl olub sönmədiniz. Şəhidlər, şəhidlər, altınız qara torpaqdır, üstünüz yaşıl yarpaqdır, ruhunuz hər vaxt oyaqdır. Şəhidlər, şəhidlər. Azərbaycan, hər birimiz sənə qurban, uğrunda keçdilər canlar. Şəhidlər, şəhidlər, ötsənə neçə qış bahar, yaddan çıxmaz qarayanlar, ürəklərdə yeliniz var. Şəhidlər, şəhidlər. Axın, axın gəlir ellər, əllərdə qan qərənfillər, sizi unutmur nəsillər. Şəhidlər, şəhidlər, yol göstərən mayaqsınız, yenilməyən bayraqsınız, daim yaşayacaqsınız. Şəhidlər, şəhidlər. Azərbaycan, hər birimiz sənə qurban, uğrunda keçdilər canlar. Şəhidlər, şəhidlər, ötsənə neçə qış bahar, yaddan çıxmaz qarayanlar, ürəklərdə yeliniz var. Şəhidlər, şəhidlər. Yağı durdu qəsdimizə, qoşun çəkdi üstümüzə, aman vermədilər sizə. Şəhidlər, şəhidlər, şəhidlər. Ey anamız Azərbaycan, hər birimiz sənə qurban, uğrunda keçdilər canlar. Şəhidlər, şəhidlər, ötsə də neçə qış bahar, yaddan çıxmaz qarayan var, ürəklərdə yerimiz var. Şəhidlər, 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 şəhidlər. 20 yanvar günü xalqının şərəf və ləyaqətini qorumağa qalxmış 100-dən çox gəncin, qocanın və qadının şəhid olduğu gündür. 1990-cı ilin yanvarın 19-undan 20-sinə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları Bakı şəhərinə daxil oldular. Onların Bakıya daxil olmasına səbəb SSR Ali Sovet Rəyasət Heyətinin Bakı şəhərində fövqəladə vəziyyəti elan edilməsi haqqında fərmanı idi. Fərmanda siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi ixtişaşların qarşısını almaq göstərilirdi. Gecəyarı tətbiq olunan fövqəladə vəziyyətdən xalq xəbərsiz idi. Çünki axşam saatlarında televiziya stansiyasının enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər 05:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq radiosundan və vertolyotlardan atılmış vərəqlər vasitəsilə xəbər tuta bildilər. 20 min nəfərlik Sovet ordusuna Sovet İttifaqı marşalı Dmitri Yazov başçılıq edirdi. Bu əməliyyatın adı Zərbə idi. 20 yanvar İstintaq Komissiyasının məlumatına görə Sovet qoşunları əsasən 5 istiqamətdə şəhərə daxil olmuşdular. Binəqala marşrutu, Qurd qapısı marşrutu, Salyan kazarmasından hərəkət, Sumqayıt Nasoslu marşrutu və Xəzər dənizi istiqamətindən hücum. Şəhərə cənubdan daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar isə şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili tibbi yardım maşınlarını əzərək barikadalardan keçirdi.
Şahidlərin sözlərinə görə əskərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləbaran edilir və bir çox sərnişin, eləcə də 13 yaşlı Larisa Məmmədova qətlə yetirilir. ŞİD təşkilatı ekspertlərinin hesabatında qeyd olunur ki, adamlar xüsusi qəddarlıqla yaxın məsafədən güllələnib. 1990-cı il yanvar faciəsinə aparan yol 1987-ci il hadisələrindən başlayır. Bu vaxt Azərbaycanlıların Ermənistan torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zaman kəsiyi idi. Sovet rəhbərliyi artan gərginliyin qarşısını almaq əvəzinə Azərbaycan xalqına qarşı cinayət törədir. Sanki Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınır. 1988-91-ci illərdə Ermənistandakı 185 yaşayış məntəqəsindən 230 min Azərbaycanlı zorakılıqla öz yurdlarından çıxarılır. Buna qarşı çıxan minlərlə dinc sakin erməni millətçi qüvvələri tərəfindən qətlə yetirilir. Ermənistanda soydaşlarımızın hüquqlarının tapdanması, Dağlıq Qarabağda Azərbaycanın suverenliyinin pozulması hallarının davam etməsi xalqın hakimiyyətdən narazılığını gücləndirirdi. Dağlıq Qarabağda ermənilərin separatçı çıxışlarına qarşı 1988-ci ilin fevralın 19-da Bakıda tələbələrin ilk etiraz mitingi keçirildi. Bununla da Azərbaycanda xalq hərəkatı başladı. 1988-ci ilin mayında Sovet rəhbərliyi əhalini sakitləşdirmək üçün Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Kamran Bağırovu Əbdürrəhman Vəzirovla əvəz etdi. Onun qətiyyətsizliyi vəziyyəti daha da ağırlaşdırır. Dağlıq Qarabağda Şuşanın Topxana meşəsinin ermənilər tərəfindən tikinti məqsədli qırılması 1988-ci ilin noyabrın 17-sində xalqı indiki Azadlıq meydanına etiraz mitingləri keçirməyə sövq edir. Noyabrın 17-si keçirilən mitingdə ilk dəfə suverenlik və azadlıq şüarları səsləndirilir və ilk dəfə AXC-nin üçrəngli bayrağı qaldırılır. 1988-ci ilin dekabrın 4-də meydan hərəkatı dağıdılır. Bakı, Gəncə və Naxçıvanda komendant saatı tətbiq olunur. 1989-cu ilin iyulunda Əbülfəz Elçibəyin başçılığı ilə Azərbaycan Xalq Cəbhəsi təşkilatı yaradılır. AXC-nin yaradılmasında məqsəd Azərbaycan xalq hərəkatına istiqamət vermək idi. 1990-cı ilin yanvarın 15-də ermənilər Xanlar indiki Göygöl rayonunun Quşçu kəndinə silahlı basqın edir. Dağlıq Qarabağda erməni hücumlarının qarşısını almaq məqsədi ilə AXC 1990-cı ilin yanvarında Milli Müdafiə Şurası və özünü müdafiə dəstələri təşkil etməyə başlayır. Belə bir vəziyyətdə fəallaşan ermənilər 1990-cı ilin yanvarın 19-da Naxçıvana hücum etsələr də onların hücumlarının qarşısı alınır. Elə həmin gün Naxçıvan MSSR Ali Soveti SSR-nin tərkibindən çıxması haqqında qərar qəbul edir. Bununla da müstəqillik uğrunda mübarizədə Naxçıvan MSSR ilk qətiyyətli addımını atmış olur və bu SSR-də görülməmiş hadisə idi. AXC-nin böyük nüfuza malik olan siyasi qüvvəyə çevrilməsi Azərbaycan rəhbərliyini, xüsusən Moskvanı bərk qorxuya salır. Həmin vaxt Bakıda qəsdən erməni mənzillərinə hücumlar təşkil edilir. Bu hadisələr bəhanə verir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə yanaşı Bakı və digər rayonlarda fövqəladə vəziyyət elan edilsin. 1990-cı ilin yanvarın 21-də Heydər Əliyev Moskvadakı Azərbaycan SSR-nin daimi nümayəndəliyinə gedərək 20 yanvar hadisələrinə kəskin münasibətini bildirdi. Xalqın dəvəti ilə Heydər Əliyev 1990-cı ilin iyulun 20-sində Moskvadan Bakıya gəldi. Qanlı yanvar hadisələrindən sonra xalqı sakitləşdirməkdən ötürü mərkəz Azərbaycan SSR-nin rəhbərliyinə Əbdürrəhman Vəzirovun yerinə Ayaz Mütəllibovu təyin edir. Ayaz Mütəllibov Heydər Əliyevin Bakıda qalmasına imkan vermədiyi üçün Əliyev buradan Naxçıvana getməli olur. 1990-cı ilin sentyabrında Heydər Əliyev Azərbaycan və Naxçıvan Ali Sovetlərinə deputat seçilir.
Onun iştirakı ilə 1990-cı ilin noyabrın 17-sində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Muxtar Respublikanın adından Sovet Sosialist sözü çıxarılır. Ali Sovet, Ali Məclis adlandırılır və AXC-nin üç rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edilir. Bakı, Moskva tərəfindən informasiya blokadasına salındığı üçün dünyanın bu hadisədən xəbəri yox idi. Lakin Xəzər dənizində mülki gəmilərimizin kapitanları Sabit Orucov adlı sərnişin gəmisini qərargah edib, orada kapitanlar şurasını qururlar. Gəmilər hər 30 dəqiqədən bir dünyaya "Diqqət, mən Bakıyam, məni yandırırlar" sos həyəcan siqnalı göndərirlər. Nəticədə Sakit və Atlantik okeanındakı gəmilər bu faciədən xəbər tutub məlumatı öz ölkələrinə çatdırırlar. Ölənlərin meyitlərini dənizə atmaq istəyən Sovet ordusunun qarşısında təxminən 120-yə yaxın gəmimiz mərdliklə dayanır və onun qarşısını alırlar. Hətta onlar 24 saat ərzində ordunun Bakını tərk etməsini tələb edir. SSR Müdafiə Nazirinin əmri ilə gəmilərimiz atəşə tutulur və şəxsi heyət həbs edilir. Sovet ordusunun Bakıya qanunsuz hücumları nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmışdı. 4 nəfər itkin düşür. Güllələrdən açılan yanğın nəticəsində 200 ev, 80 minik avtomobili, hətta təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. Fövqəladə vəziyyət təyin edildikdən sonra daha 21 nəfər qətlə yetirilir. SSR tarixində ilk dəfə idi ki, Sovet silahlı qüvvələri Sovet şəhərinə, Bakıya hərbi müdaxilə etdilər. Bu həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə olur. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə alır və Moskvanın hakimiyyətini bərpa edirlər. Lakin Moskva məhz elə həmin gün Azərbaycanı itirir. Azərbaycan xalqı 20 yanvar hadisələrindən sonra yalnız müstəqil dövlətçiliyi bərpa etməklə öz hüquqlarını qorumağın mümkün olduğunu dərk edir. Yanvar hadisələri zamanı SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Mixail Qarbaçov 1995-ci ilin aprelin 27-sində İstanbulda qanlı yanvarla bağlı bunu demişdi. Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi. 1998-ci ilin martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün 20 yanvar şəhidi fəxri adını təsis etmişdir. Ümumilikdə Azərbaycanın 150 nəfər 20 yanvar şəhidi var. Şəhidlərin dəfni 1920-ci ilin yanvarın 22-sində keçirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Köçüb ürəklərində qalan oldunuz, unutmaq olar mı sizi şəhidlər?